Sadece gözləyirik, başqa bir şey əlimizdən gəlmir. Bugün 39 gündür ki Tofiq Yaqublu aclıq eləyir. Səhər saat 11-ə işləmişdən buradayıq, müəssisə önündəyik və Tofiq Yaqublunun durumu çox kritikdir. Son 2-3 gündür artıq su belə qəbul eləmir. Tofiq Yaqublu düzdür, quraclıq eləmir, ancaq artıq aclıq onu o mərhələyə gəlib çatdırıb ki, o artıq su belə içə bilmir. Və onun həyatı çox təhlükədədir. Hər an hər şey ola bilər. Biz hər an onu itirə bilərik. Belə bir vəziyyətdə biz onun həkimi, doktor Adil Qeybullahın onu müayinə eləməsini istəyirik və tələb edirik. Adam ölür və həkimini buraxmırlar. İşgəncə verə-verə onu öldürürlər. Kritik dönəmdə, sabah artıq 40 gün olur onun acılığının. Vəziyyət get-gedə pisləşir, get-gedə pisləşir. Bir saatdan sonra nə olacaq bilinmir. 5 dəqiqədən sonra nə olacaq bilinmir. Ona görə də çox narahat, həddən artıq çox narahatıq. Və onun bu hala düşməsində indiki vəziyyətinə görə penitensiar xidmət məsuliyyət daşıyır onun həyatına görə. Eyni zamanda ombudsman aparatı da Tofiq Yaqublunun bu durumuna görə məsuliyyət daşıyır. Biz təxirə salınmadan təcili olaraq doktor Adil Qeybullahın müəssisəyə buraxılmasını tələb edirik. Heç olmasa o ringen, natrium xlor nəsə bir şey köçürsün ki, o su itkisini bədəndə bərpa edə bilsin. Yoxsa əks halda biz onu itirəcəyik. Onsuz da artıq 39 günün acılığı onun səhhətinə çox ciddi ziyanlar vurub. Düşünürəm ki, nə vaxtsa onunla bağlı qərar dəyişsə belə artıq onun səhhətində ciddi ziyanlar olacaq və bu təsirlər də qalıcı olacaq.